Həqiqətən, daxilində Qurandan heç bir şey olmayan kəs, xaraba qalmış ev kimidir. Bilirsənmi, xaraba yer necə olur? Evin bir küncündə və ya damında qaranlıq bir otaq olur. Qaranlıqdır, bağlıdır, kilitlidir. Uzun illərdə açılmayıb. Onu açsan, nə görərsən? Kif basmış, toz torpaq yığılmış. Hər küncündə hörümçəklər tor qurmuş. Ətrafa xoşagəlməz bir qoxu yayılmış. Elə bir qaranlıqdır ki, orada 5 dəqiqə belə oturmağa tab gətirə bilməzsən. Daxilində Qurandan heç bir şey olmayan kəs də xaraba qalmış ev kimidir. Sinəsində xaraba bir qəlb daşımağa kim razı olar? Allah bizi bundan qorusun. Qəlblər Allahın kəlamından uzaqlaşdıqda belə olur, xarab olur. Onun dirilməsini istəyirsən, nurla dolmasını istəyirsən, parlaq olmasını istəyirsən, səadət tapmasını istəyirsən, elə isə onu Rəbbinin kəlamı ilə suvar. Çünki qəlb Allahın kəlamı ilə sadəcə yaşamaqla qalmır. Allaha and olsun ki, uca və böyük Allahın kəlamı ilə həqiqi səadət tapır.